suala. 23-cü sualda deyir ki, antonimi məxaricdir. Leksik mənası daxil olan vəsait deməkdir. Söhbət burada gəlir sözündən gedir. Gəlir sözü mədaxildir. Digər sinonimi daxil olan, gələn gəlir mənasında. Onun antonimi məxarici olacaq. Leksik mənası daxil olan vəsait deməkdir. 24-də baxaq, sait ilə başlanan hal şəkilçisi qəbul etdikdə kökdəki hecaların sayı dəyişməyən çox hecalı sözləri müəyyən eləyir. İsimləri biz iki böyük qrupa ayırırdıq. Həm hal, həm də mənsubiyyət şəkilçisi artırarkən düşənlər, hansı ki bunlara alınma mənşəli sözlər deyirdik. Bir də bölürdük biz mənsubiyyət şəkilçisi artırarkən düşənlər. Bunlara isə milli mənşəli sözlər daxil eləyirdik. Beyin, qoyun, alın, ağıl. Baxansı ki bu sözlər bura daxil idi. İndi artıq söhbət hansı mövzudan getdiyi məlumdursa, testimizi yazmaq bizim üçün rahat olacaq. Dəyişməyən deyirsə, baxacağıq. Sinif sözünə hal şəkilçisi artırarkən dəyişiklik olur. Bir gedəcək. Fikir sözündə dəyişiklik olur, gedəcək. Cisim sözündə dəyişiklik olur, gedəcək. Bir olan variantı, üç olan variantı çıxacaq. Cavab olacaq 2 beyin, 4 nağıl, 6 oğul. Nağıl sözünə nağıl, baxın buraya yazıram. Nağıl, noxud, noğul, sonra noxud, bunlara paxıl. Bu sözlərə isə ümumiyyətlə hal, mənsubiyyət fərqi yoxdur. Bu saitlə başlayan, daha doğrusu şəkilçilər artırarkən düşmə hadisəsi baş vermir. Nağıl, noğul, noxud, paxıl, eyni zamanda taxıl. Bunlara saitlə başlayan şəkilçi artırarkən düşmə hadisəsi baş vermir. Ona görə doğru cavabımız olacaq burada A variantı.